Salam əziz izləyicilər, bu dərsimizdə sizlərə magistr və dövlət qulluğu imtahanlarında düşən suallar əsasında ardıcıllıqlar mövzusunu izah edəcəyəm. Mövzu ilə bağlı bir-birindən fərqli və oxşar çoxlu suallarımız olacaq. Ən əsası bu videoda ardıcıllıqla bağlı qarşılaşa biləcəyiniz bütün sual nümunələrinə baxılacaq. Gəlin vaxt itirmədən suallarımıza keçək. Burada gördüyünüz nümunələr sadə və birxətli ardıcıllıqlardır. Nəyə görə mən onlara sadə və birxətli ardıcıllıqlar deyirəm? Burada ədədlərin ardıcıllığı sadəcə bir qayda ilə bir-birinin ardınca davam edir. Gəlin nümunələrimizə baxaq və sizə ardıcıllıqlarla bağlı ilk tövsiyəm budur ki, ədədlər arasındakı fərqi onların üzərində mütləq qeyd edin. Yəni 3 və 11 arasındakı fərq 8, 11 və 9 arasındakı fərq 8 və bu şəkildə də davam edir. Düzdür, imtahanlarda qarşılaşacağınız, bu mövzu ilə bağlı qarşılaşacağınız suallar bu qədər sadə olmayacaq. Ancaq mən mövzunu sizə tam şəkildə izah etmək üçün bu sadə nümunələrdən başlayıram və sürətli bir şəkildə 1-2 sadə nümunəni sizə izah edəcəyəm. Və növbəti fərq də əlbəttə ki, hər dəfə ədədlər arasındakı fərq 8-dirsə bu şəkildə davam edəcək və növbəti ədədimiz 35 + 8 43 edəcək. Digər bir nümunəyə baxsaq, burada da fərqimiz 2 və 6 arasında 4, 6 və 18 arasında 12, 18 və 54 arasında 36, 108-dir. Burada düzdür. Fərqlər baxırıq ki, dəyişir, ancaq müəyyən bir qaydaya əsasən dəyişəcək. Biz baxırıq ki, ilk fərqimiz 4, ikinci ədədlər arasındakı fərq isə 4-ün 3 mislidir. Digər fərq isə özündən əvvəlkinin yenə də 3 misli və bu şəkildə də davam edir. 108-də 36-nın 3 misli edəcək. Deməli, 162 ilə tapmalı olduğumuz ədəd arasındakı fərq 108-in 3 mislinə bərabərdir. Bu da o deməkdir ki, fərqimiz nə qədər olacaq? 324. Əgər 162-nin üzərinə 324 gəlsək, cavab edəcək 486. Keçək digər nümunəmizə baxaq. Burada da fərqləri üzərində qeyd etsək, görərik ki, 1, 2 və 1 arasında, 5 və 2 arasında 3 və əlbəttə ki, artan ardıcıllıq olduğuna görə qarşısında üstəgəl işarəsi qoyuram. 5, 7 olacaq. Biz bu ardıcıllığa da baxanda müşahidə edirik ki, fərqlər tək ədədlərin ardıcıllığıdır. Yəni, digər fərqimiz nə olacaq? 17 və tapmalı olduğumuz ədəd arasındakı fərq 9-a bərabər olacaq. 17-nin üzərinə 9 gələndə də əldə edirik 26. Keçək digər nümunəmizə baxaq. 2, 6, 15 aradakı fərqləri qeyd edirik. 9, 15 və 31 arasında 16, 31 və 56 arasında 25 olacaq. Bəs bu fərqlər bizə nəyi xatırladır? Baxırıq ki, bunlar hər biri ardıcıl olaraq rəqəmlərin kvadratlarıdır. Yəni 2-nin kvadratı 4, 3-ün kvadratı 9, 16-nın kvadratı 25, 4-ün kvadratı 16, 5-in kvadratı 25 və nəhayət digər fərqimiz neçəyə bərabər olacaq? 6-nın kvadratına, yəni 36-ya. 56 üstəgəl 36 da edir 92. Keçək indi digər sual nümunələrinə baxaq. Buradakı ardıcıllıqlar dəyişən bir xətli ardıcıllıqlardır. Və biz əgər burada fərqləri qeyd etsək, görərik ki, 1 və 5 arasında 4, 5 və 13 arasında 8, 13 və 29 arasında 16, 29 və 85 arasında isə 56, 85 və 173 arasında 88 olacaq. Baxın, ilk 3 fərq bizə onu deməyə əsas verir ki, burada bir qanun uyğunluq var idi. Yəni 4, daha sonra onun 2 misli
8, daha sonra onun 2 misli 16. Ancaq bu 56 və 88 fərqlərində bu qanunluğunluq pozuldu. Və deməli biz başqa bir şey axtarmalıyıq. Nədir o axtarmalı olduğumuz şey? Bu cür ardıcıllıqları müəyyən etmək üçün başdan başlamağı tövsiyə etmirəm. Niyə görə? Çünki başda hansı rəqəmlərdir? 1 və 5. Biz 1-dən 5 əldə etmək üçün kifayət qədər yolla gedə bilərik. Misal üçün, 1-dən 5 əldə etmək üçün biri kvadrata, kuba və yaxud da qüvvəti nə olursa olsun yüksəldib üstünə 4 gələ bilərik. Yenə də edir 5. Və yaxud da 1-i 2-yə vurub üzərinə 3 gəlmək olar. 1-i 3-ə vurub üstünə 2 gəlmək olar. 1-i 4-ə vurub üstünə 1 gəlmək olar. Yəni kifayət qədər yol var da 1-dən 5-ə çatmaq üçün. Ona görə də ortalardan, axırlardan bir yerdən başlayanda 85-dən 173 əldə eləməyin o qədər də çox fərqli yolları yoxdur. Misal üçün, 85-i 173 etmək üçün mən 85-i 2-yə vururam. Baxıram ki, edir 170. Bu 173 olmasa da ona çox yaxın bir ədəddir. Gəlin 85-i 2-yə vuraq. Daha sonra onun 173 olması üçün nə edəcəyik? Üstünə də bir 3 gələcək. Yaxşı, 29-dan 85-i necə əldə edə bilərik? 29-u 3-ə vurarıq və 87 edəcək. Ondan 2 çıxarıq. Belə. Bəs 13-dən necə 29 əldə edəcəyik? Yenə də 2-yə vururuq və üstünə 3 gəlirik. Baxın, biz artıq burada bir ardıcıllığın təkrarlandığını gördük. Digərinə baxaq. 5-dən necə 13 əldə edirik? 5-i 3-ə vururuq. Digər ardıcıllıq da artıq təkrarlandı. 2 çıxırıq. Bu şəkildə davam edirik. Deməli, 1 və 5 arasındakı münasibət nə imiş? 2-yə vurub üstünə 3 gəlmək imiş. Deməli, digər ardıcıllığımız, bizim növbəti ardıcıllığımız nə olacaq bu şəkildə davam eləsə? 173-ü 3-ə vurub ondan 2 çıxacaq. 173-ü 3-ə vuranda edəcək 519, 2 çıxırıq, 517 qalır. Düzgün cavab 517-dir. Digər ardıcıllıq nümunəsinə baxaq. Burada da həmçinin 3 və 5 arasındakı münasibətlərdən başlamağı tövsiyə etmirəm. Gəlin ortalardan bir yerdən başlayaq. Misal üçün 13 və 22-dən. 13-ü necə 22 edə bilərik? Yenə də 13-ü vururam 2-yə. 26 edir. Çıxıram 4. Və 8 necə 13 olsun? 8-i vururam 2-yə. 16. Çıxıram 3. 5 necə 8 olsun? Vururam 2-yə. Çıxıram 2. Baxıram ki, biz artıq müəyyən bir qanun uyğunluğu əldə etmişik. Hər dəfə 2-yə vururuq. Burada 2-yə vururuq. 1 çıxırıq. Deməli, 2-yə vurub 1 çıxacaq, 2 çıxacaq, 3, 4. 22-dən sonra 22-ni 2-yə vururuq. Nə çıxırıq? Qanun uyğunluğa görə 5 çıxırıq. 22-ni 2-yə vuranda 44, 5 çıxanda 39 əldə edəcəyik. 39-u da eyni şəkildə yoxlamaq üçün vururam 2-yə və neçə çıxıram ondan? 6. Baxıram ki, doğrudan da 39 2-yə vurub 6 çıxanda 72-dir. Digər test nümunəmizə baxaq. Burada da 0-dan başlayırsa, gəlin fərqlərə baxaq. 8, 16, 24 ilə 48 arasında 24. Müəyyən bir qanun uyğunluğu artıq görə bilirik. Yəni, hər dəfə aradakı fərq 8 vahid artır. Deməli, növbəti dəfə 48-dən sonra gələn ədədlə 48 arasındakı fərq nə qədər olacaq? 32-yə bərabər olacaq. 48-in üzərinə 32 gəlirik, edir 80. Yoxlamaq üçün davam edirəm. 32-nin də üzərinə bu dəfə 8 gəlib. 80-in üzərinə gəlirəm, eləyir 120. Deməli, doğrudan da düzgün cavab 80-dir. Digər test nümunəmizə baxaq. Baxırıq ki, burada ya 3-ü kvadrata yüksəldə bilərik 9 əldə etmək üçün, ya da ki, 3-ü 3-ə vura bilərik.
Baxıram ki, eyni şəkildə, misal üçün 9 əldə elədik, sonra 5 çıxırıq. 16 əldə elədik, sonra 5 çıxırıq. Amma ya kvadrata yüksəltmə var, hər dəfə bir vahid böyük bir rəqəmə, ədədə vurmaq da ola bilər. Misal üçün, onda biz 16-nı niyə vurmalıyıq? 5-ə vursaq, 11-i üzr istəyirəm, 5-ə vursaq 55 əldə olunur. 55-dən də 5 çıxanda 116 qalmayacaq. Deməli, bu qayda səhvdir. Keçirik, bir digərini yoxlayırıq. Deməli, nə edəcəyik? Ədədi kvadrata yüksəldəcəyik. 3-ü kvadrata yüksəltdik, 9, 5 çıxacaq. 4-ü kvadrata yüksəldəcəyik, 16, 5 çıxacaq. 11-i kvadrata yüksəldəcəyik, 121 və ondan 5 çıxanda doğrudan da 116 edir. Keçək digər test nümunələrimizə baxaq. Baxın, bu test nümunələri 2 xətli, 3 xətli ardıcıllıqlarla bağlıdır. Bəs biz bu testlərlə qarşılaşanda onun 2 xətli, 3 xətli olduğunu necə müəyyən edirik? Gəlin, bax, başa qaydaq. Mən sizə daha əvvəl göstərdiyim nümunələri göstərirəm. Təkrar göstərirəm. Bura baxın. Burada göstərdiyim nümunələrdə siz baxırsınız ki, ardıcıllığı müəyyən etmək üçün bizə 4, 5 ədəd verir və bu kifayət eləyir. Çünki bu bir xətli və sadə ardıcıllıqdır. Digər nümunəmizə baxaq. Misal üçün, bu nümunədə də bir qədər çox ədəd verilir ki, bizə, biz buna əsasən ardıcıllığı müəyyən edək. Çünki hər bir ardıcıllığı müəyyən etmək üçün o ən azı bir dəfə təkrar olunmalıdır ki, biz bu ardıcıllığı düzgün tapdığımıza əmin olaq. Bəs yaxşı, 2 xətli, 3 xətli ardıcıllıqlarda da ədəd ona görə çox verilir ki, biz əldə elədiyimiz hər bir nəticəni ən az bir dəfə təkrarın analiz edə bilək ki, tapdığımız ardıcıllığın doğru olub-olmadığını müəyyən edək. Ona görə də 2 xətli, 3 xətli ardıcıllıqlarda bu qədər çox ədəd verilir. Bir digər qayda, yəni nəyə əsasən müəyyən edirik ki, dərhal baxan kimi bu 2 xətli, 3 xətli ardıcıllıqdır. Sual işarələrinin sayına görə. Normalda digər ardıcıllıqlarda bizə hər hansısa bir ədədi, rəqəmi tapmaq sual olaraq, yəni bu verilir. Biz bir ədədi tapmalı oluruq, biz bir rəqəmi tapmalı oluruq ardıcıllıqda. Amma 2 xətli, 3 xətli ardıcıllıqlarda sual işarələrinin sayı biraz çox olur. Hətta 3 də ola bilər. Bir digər qayda, baxırıq ki, burada 20 ədədi 2 dəfə istifadə olunur. Yan-yana. Yan-yana və yaxud da ayrı yerlərdə bir ardıcıllıqda bir ədəd 2 dəfə, 3 dəfə təkrar olunursa, bu o deməkdir ki, bu 2 xətli, 3 xətli ardıcıllıqlardır. Bu %100 belə olmaya bilər. Yəni, əksərən bu şəkildə olur. Bir digər analiz etsək, bir digər qanunluq nə müəyyən edə bilərik burada? Baxırıq ki, bax, heç fərqləri qeyd etməyəcəm. 32, 29. Burada azalma var, düzdürmü? 29, 30 artır. 30, 26 yenə azalır. 26-dan 23-ə yenə azalır. Yenə azalır. Burada sabit qalır, yəni dəyişmir. Və bu şəkildə. Baxırıq ki, burada ədədlər, misal üçün, ya ancaq artan və yaxud da bir dəfə azalıb, bir dəfə artan ədədlər olsaydı, bunu başqa bir şəkildə analiz etmək olardı. Ancaq bu cür qarışıq nəticələr görürsünüzsə, bu da o deməkdir ki, bu ardıcıllıq 2 xətli, 3 xətli ardıcıllıqdır. Yəni, ən azından bir xətli deyil. Keçək, indi bu sualın həllinə baxaq. Biz baxırıq ki, ya bu 2 xətli bu şəkildə davam edəcək, ya da 3 xətli bu şəkildə davam edəcək. 2 xətli üçün belə bir qayda müşahidə etmirəm. Amma 3 xətliyə baxanda, 3 xətli ardıcıllığa baxanda, yəni hər 3 ədəddən bir götürürük. Burada fərq 6-ya bərabərdir. Hər dəfə azalan ardıcıllıqla fərqimiz 6-ya bərabərdirsə, növbətisində bu sual işarəsinin yerində nə olacaq? 14. Digərinə baxaq. Yuxarını silirəm. Digərinə baxıram. 29, 23, 17 və digər sual işarəsi. Burada da həmçinin yenə də fərqimiz 6-dır. 17-dən də 6 çıxanda 11 qalır. Deməli, ardıcıllığımız necə oldu? 14 və 11. Keçirik digərinə baxırıq. Burada da həmçinin 44 və 38, 38 və 32, 32 və 26 və
Bu şəkildə ardıcıllıq var. Digər tərəfi artıq sual işarələrinin yerinə düşmür. Digərinə baxıram. 22, 19, 19, 16 və sual işarəsi. Burada da ardıcıllığımız 3, 3, 3 bu şəkildə davam eləyir. 16-dan sonra nə olmalıdır? Yenə də 3 çıxanda 13 qalır. Digərində isə baxıram ki, 41, 35, 29. Yenə də 6 azalır. 29-dan da 6 çıxanda 23 qalacaq. Deməli, cavabımız 13 və 23-dür. Keçək digər nümunəmizə baxaq. Bu nümunədə isə biz görürük ki, artır ədədlərimiz, azalır, artır, azalır, artır, azalır və həmçinin artanlar və azalanlar da eyni qaydada, bir xətli qaydada eyni şey müşahidə olunur, yəni azalma müşahidə olunur onlarda da. Bu o deməkdir ki, burada iki xətli ardıcıllıq var və bu ardıcıllıqlar bu şəkildə davam edir. Misal üçün 516, 497, 478, 457 və 459 və sual işarəsi. Fərqlərə baxaq. 516-dan 497 çıxırıq, 19. 497-dən 478 çıxırıq, yenə də 19. 478-dən 459 və bu şəkildə davam edir. Deməli, növbəti fərqimizdə nə olacaq? Sual işarəsinin yerində. 459-dan 19 çıxırıq, qalır 440. Digər ardıcıllığa da baxaq. Bu ardıcıllığımızda da 662, 645, 624, 599 və sual işarəsi. Baxaq, 662-dən 645 çıxsaq nə qalır? 17. 645-dən 624 çıxıram. 21. Bu artıq burada fərqli ola bilər. Amma biraz davam etdirsək, nəticə məlum olacaq bizə. 624-dən 599 çıxıram. Edir 25. Baxıram ki, burada da fərqlər dəyişsə də müəyyən bir qanunauyğunluqla dəyişir. Yəni 17, 21, 25 bunların da arasında 4 fərq var. 25 növbətçisi nə olmalıdır? 29. 599-dan da 29 çıxanda qalır 570. Digər nümunəmizə baxaq. Burada gördüyümüz test nümunələri əlbəttə fərqləri üzərində yazmalıyıq. Bu mütləqdir. Çünki biz baxan kimi onu müşahidə edə bilmərik. Hansı formadadır. Biz buna əsasən baxırıq ki, fərqlərə baxırıq. Üstəgəl 2, üstəgəl 3, üstəgəl 5, üstəgəl 8, üstəgəl 13. Burada fərqləri yazandan sonra müşahidə elədiyimiz nədir? Baxın, birinci fərqi götürmürəm. Çünki ondan əvvəl hansısa bir ədəd yoxdur burada. Amma digər fərqlərimizə baxın. Misal üçün 3, 5, 8, 13. Bu elə bu ardıcıllığın özüdür də. Bu da o deməkdir ki, bu ardıcıllıq Fibonacci ardıcıllığıdır. Məşhur Leonardo Fibonacci'nin adı ilə bağlıdır. Onun teoremindən götürülüb. Burada qayda nədir? 3 üstəgəl 5, 8, 5 üstəgəl 8, 13, 8 üstəgəl 13, 21, 13 üstəgəl 21, 34 və növbəti ədədimiz nə olacaq? 21 üstəgəl 34 edəcək 55. Eyni qaydada fərqli nümunələrimizə baxaq. Misal üçün bura. Burada isə vurma qaydası ilə davam edirik. 2 vur 3, 6, 3 vur 6, 18, 6 vur 18, 108, 108 vur 18 olacaq. Bu da 1944 edir. Digərlərinə baxaq. Bu ardıcıllıqda biz fərqləri yuxarıda qeyd eləsək görərik ki,
Birinci fərqimiz 13 və 17 arasında 4. İkinci fərqimiz 25 və 17 arasında 8. Daha sonra 7. 37 və 32 arasında 5. 47 və 37 arasında 10'dur. Biz baxırıq ki, misal üçün 4, 8. Burada müəyyən bir qanunluğunluq var. Cəmi 2 fərq arasında. 4 və 12 misli. Həmçinin eyni şey burada da var. 5 və 10. 5 və 12 misli. Ancaq arada 7 var. Misal üçün fərqlərin içərisində ki, bu qaydanı pozur. Eləcə də davam edən hədlər arasında. Biz baxırıq ki, bu 4'ü necə əldə edə bilərik? Mən baxıram 13 ədədinin rəqəmləri cəmi 4'ə bərabərdir. 17 ədədinin rəqəmləri cəmi 8'ə, 25 ədədinin rəqəmləri cəmi 7'yə, 32 ədədinin rəqəmləri cəmi 5'ə, 37 də 10'a. Deməli, 47-dən sonra gələn hədd nə olacaq? 47-nin üzərinə gəlirik. 47-nin rəqəmləri cəmi 4 üstəgəl 7, yəni 11'i. Bu da edəcək 58. Bir digər nümunəmizə baxaq. Burada da fərqləri qeyd etsək görərik ki, 4, 38, 26, 12, 38, 62, 24, 62, 74, 12. Baxın, ilk fərq yuxarıdakı nümunəyə uyğun gəlir. Misal üçün 2 üstəgəl 2, 4. Amma 2 üstəgəl 6, 8 edir və bu yuxarıdakı fərqə, yəni 12 ilə üst-üstə düşmür. Burada isə yenə də biz ədədin rəqəmlərinin hasilini baxacağıq bu dəfə. Baxıram ki, 2 vur 2, 4, 2 vur 6, 12, 3 vur 8, 24, 6 vur 2, 12. 74'dən sonra gələn ədəd neçə olacaq? 74 üstəgəl 7 vur 4, yəni 28. Bu da edir 102. Belə, digər sual nümunələrinə baxaq. Burada şərtdə deyilir ki, hansı ədədi başqa bir ədədlə əvəz etsək, ədədlər müəyyən qanunuyğunluğa görə düzülmüş olar. Baxırıq, ilk öncə fərqləri qeyd edək. Bu ənənəni yaddan çıxartmırıq. Baxırıq ki, üstəgəl 2, üstəgəl 2, 20, 23 arasındakı fərq. Üstəgəl 3, üstəgəl 4, 27, 32 arasında. Üstəgəl 5, 32, 38 arasında. Üstəgəl 6. Mən baxıram ki, ilk fərq. Bunu çıxmaq şərti ilə digər fərqlərimiz müəyyən qanunuyğunluğa tabedir. Yəni 2, 3, 4, 5, 6 bu şəkildə davam edir. Bu da deməkdir ki, əgər bu 16'nın yerində biz başqa bir ədəd, yəni 17'ni yazmış olsaydıq, bu şəkildə davam edəcəkdir. Üstəgəl 1, 2, 3, 4, 5, 6. Bu o deməkdir ki, cavabımız 16 edəcək. Diqqət etməli olduğumuz bir məqam var. Bizdən burada soruşdu ki, hansı ədədi başqa bir ədədlə əvəz etsək, ədədlər müəyyən qanunuyğunluğa görə düzülmüş olar. Hansı ədədi deyirdisə, o ədəd 16'dır. Əgər desəydi ki, qanunuyğunluğu pozan ədədi tapın və onu hansı ədədlə dəyişdirməli olduğumuzu müəyyən edin, onda cavab kimi götürəcəkdik 17'ni. Yəni şərtə diqqət etmək lazımdır. Bir digər nümunəsinə də baxaq ki, bu artıq 2 xəttli ardıcıllıqdır. Nəyə görə? Çünki baxıram 9, 6, 3, 0. Hər dəfə 3 vahid kiçilir. Digər ardıcıllıqda baxıram 14, 12. Fərq 2. Azaldığına görə mənfi 2 qeyd elədim. 12, 7, mənfi 5, 7, 8, müsbət 1, 8, 6, mənfi 2. Fərqləri yuxarısında qeyd edirəm. Mən baxıram ki, mənfi 2 burada 2 yerdə var. Digər 2 fərqlər isə fərqlidir. Əgər burada, bax bu 2 fərqli olan fərqlərimizin arasında başqa bir ədəd olsaydı, misal üçün 10 ədədini qeyd edirəm. Onda nə baş verəcəkdir? 12 çıx 10. Burada da fərq 2 olacaqdır. Həmçinin 10 çıx 8. Burada da fərq 2 olacaqdır.
Deməli, dəyişdirməli olduğumuz ədəd, rəqəm 7-dir və onu nə ilə əvəz etməliyik? 10 ilə əvəz etməliyik. Keçək digər nümunələrimizə baxaq. Son vaxtlarda magistr dövlət qulluğu imtahanlarında bu suallarla daha çox qarşılaşırıq. Bu tip suallarla daha çox qarşılaşırıq. Baxırıq. İlk öncə bu cür analiz edirəm. Misal üçün 3, 6 sual işarəsi, həmçinin 5, 10, 20. Baxıram ki, 5-dən 10-a 2-yə vururuq. 10-dan da 20-yə həmçinin yenə də 2-yə vurmuş olacağıq. Burada həmçinin göy xəttə də baxaq. 3-ü 2-yə vururuq 6. 6-nı 2-yə vursaq nə əldə edirik? 12. Aşağıda da həmçinin 10-u 2-yə vururuq 20, 20-ni 2-yə vururuq 40. Digər tərəfdən 6-nı 2-yə vururuq 12, 12-ni 2-yə vururuq 24. Bu şəkildə də bunu analiz etmək olar. Cavab 12 alındı. Bir digər qayda, başqa hansı şəkildə bunu müəyyən etmək olar? İkinci sətirdə verilən ədədlər birinci sətirdə verilən ədədlərin 2 mislidir. Sadəcə olaraq onların çarpaz qaydada yerləri dəyişdirilir. Misal üçün, 3-ün 2 misli nəyə bərabərdir? 6-ya. 5-in 2 misli nəyə bərabərdir? 10-a. Davam edirik. 6-nın 2 misli nəyə bərabərdir? 12-yə. 10-un 2 misli nəyə bərabərdir? 20-yə. Burada da çarpaz yerləri dəyişdirilir. Davam edirəm. 20-nin 2 misli nəyə bərabərdir? 40-a. Bəs nəyin 2 misli 24-ə bərabərdir? 12-nin. Yəni, bu şəkildə də cavabı analiz etsək görürük ki, 12 edir. Bizi düzgün cavaba çıxarır. Digər nümunəmizə baxaq. Bu nümunədə isə baxıram. 15, 27, 27, 51, 51, 99. Necə bir əlaqə var? 15-i 2-yə vururam. Çıxıram. Biz bu şəkildə ardıcıllığı artıq əvvəlki nümunələrdə həll etmişik. 2-yə vururam, 3 çıxıram. 27-ni təkrar 2-yə vururam, 54, 3 çıxıram. 51-i 2-yə vururam, 102, 3 çıxıram, 99. Doğrudur. Digər bir xəttə baxıram, 13, 25. 13-ü 2-yə vururam, 26, 1 çıxıram, 25. 25-i 2-yə vururam, 50, 1 çıxıram, 49 edəcək. Digər alt tərəfdə də eyni şəkildə baxıram. 8-i 2-yə vururam, 16, 2 çıxıram, 14. 14-ü 2-yə vururam, 28, 2 çıxıram, 26. 26-nı 2-yə vururam, 52, 2 çıxıram, 50. Bu xəttdə də bir ardıcıllıq var, qanunauyğunluq var. 7-ni 2-yə vurub 1 çıxıram, 13-ü 2-yə vurub 1 çıxıram. Bu şəkildə də baxsaq, yəni bu bizi cavaba aparır. Bir başqa qaydamız nə ola bilər? Ki, daha doğru yanaşma məncə budur. 8 ikinci sətirdə duran ədədi 2-yə vurub 1 çıxırıq. 15. 7-ni də həmçinin 2-yə vurub 1 çıxırıq. 13. Bu şəkildə bu davam edir. 25. 26-nı 2-yə vururuq. 52, 1 çıxırıq. 51. 25-i 2-yə vurduq. 50, 1 çıxdıq, 49. Bayaq da 49 əldə eləmişdik. Və nəyi 2-yə vurub 1 çıxsa, 99 edər 50-ni. Eyni cavaba gəlib çıxdıq. Hər ikisi də doğrudur. Keçək digər nümunəmizə baxaq. Bu nümunəmizdə mən şərtini burada qeyd eləməmişəm. Adətən şərtdə belə yazılır. Birinci və ikinci sətirlərin arasındakı qanunauyğunluğu müəyyən edin. Buna əsasən 3-cü sətrə görə 4-cü sətri tapın. Bu əlaqələr sütunlar üzrə də ola bilər, eyni şəkildə. İndi biz verilən nümunəni həll eləyək. Burada 2 və 6 arasındakı əlaqədən başlamıram. Çünki çox şey ola bilər. 30 və 28 arasındakı əlaqə. Çıx 2. 10 və 30 arasındakı əlaqə. Vur 3. 12 və 10 arasında. Çıx 2. 4 və 12 arasında. Vur 3. Çıx 2. Vur 3. Deməli, müəyyən elədik ki, nötərci içərisində yazıram bunu. Vur 3, çıx 2. Belə bir ardıcıllığımız var və bu periodik olaraq davam edir.
Digərinə baxıram. İndi ikinci sətrə baxaq. Görək ikinci sətirdə nə var. Vur 2, çıx 3. Vur 2, çıx 3. Və bu şəkildə bu davam edir. Onu da yazıram mötərizədə. Vur 2, çıx 3. Və indi burada birinci və ikinci sətr arasındakı əlaqəni düzgün analiz etmək lazımdır. Baxıram ki, əməllər dəyişməyib. Olduğu yerdə qalıb. Vurma əməllərdir, bax birinci. Həmçinin ikinci əməllərdə çıxma əməllərdir. Olduğu kimi qalıb. Dəyişən nədir? Dəyişən rəqəmlərin yeridir. Bunu düzgün analiz etmək ona görə lazımdır ki, cavab variantları içərisində digər cavab variantları tamamilə yad, uzaq olan variantlar olmayacaq. Bizi çaşdırmaq üçün, misal üçün, əməlləri dəyişə bilər, vurma ilə çıxmanın yerini dəyişər, amma rəqəmləri dəyişməz. Və yaxud da hər ikisini də dəyişə bilər. Ki, sən bunu analiz edəndə deyə bilərsən ki, hə, elə bu da doğru cavabdır. Ona görə baxırıq, digər nümunəmizə baxırıq. Üstə gəl 2, vur 3. Üstə gəl 2, vur 3. Bu şəkildə davam edir. Mötərizə içərisində indi bunu yazıram. Üstə gəl 2, vur 3. Deməli, bizdə əməllər yerini dəyişməyəcək. Sadəcə rəqəmlər yerini dəyişəcək. Çünki mən birinci və ikinci sətr arasında belə bir qanunuyğunluq müşahidə elədim. Gəlin indi cavablara baxaq. Baxıram. Üstə gəl 2, 3 və 5 arasındakı əlaqə. Vur 3. Üstə gəl 2, vur 3. Davam eləmirəm. Nəyə görə? Çünki burada görürəm ki, heç bir fərq yoxdur. Elə 3-cü sətirdə hansı formadadırsa ardıcıllıq. Burada da eyni şəkildə baş verir. Amma birinci, ikinci sətr arasındakı əlaqədə belə deyildi axı. Rəqəmlərin yeri dəyişmişdi. Ona görə A variantı ola bilməz. B variantına baxıram. Vur 3, çıx 2. Vur 3, çıx 2. Və mən baxıram ki, əvvəla 3-cü sətirdə çıxma əməliyyatı yoxdur. Üstə gəl və burada da əməlin yeri dəyişib. Yəni, vurma əməli ikinci olmalıydı. B variantı da getdi. Digərinə baxıram. 5, 8. Nə edir? Üstə gəl 3, vur 2, üstə gəl 3. Biraz səliqəsiz olur. Vur 2. Baxıram ki, bax bu testlərdə cavab variantlarının üzərində də axıra qədər işləmək lazımdır. Mən bunu qəsdən belə bir variant göstərirəm burada ki, sizə də aydın olsun. Bəzən cavab variantları arasında, özləri xüsusən də belə variantları A variantında, B variantında göstərirlər ki, tələbə baxır, vaxt qazanmaq üçün tələsir, bir neçəsinin üzərində gedir. Misal üçün 5-8 arasında, 8-16, 16-19, 19-38 hər şey qaydasındadır. Hər şey qaydasındadır, yerli yerində. Və fikirləşir ki, düzgün cavab budur, tələsir, götürür. Amma burada belə bir şey baş verir. 38 çıx 3-dür. Amma nə olmalı? Üstə gəl 3. Deməli, bu həddə görə, hətta digəri də doğrudur, vur 2-dir. Amma bir dənə bu 35 səhvdir. Ona görə bu variantda olmaz. Düzgün cavab, yəni sona qalan yeganə variantdır və baxırıq ki, üstə gəl 3, vur 2 bu şəkildə davam edir. Belə, əziz izləyicilər, ümid edirəm ki, videomuz sizin üçün faydalı olacaq. Onlayn dərslərimizdə qoşulmaq üçün bizimlə qeyd etdiyim nömrədə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Həmçinin bizi digər sosial şəbəkələrdə də izləyə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.